1896-cı ilin 18 mayında İmperator 2-ci Nikolayın tac qoyma mərasimində baş verən faciə onun hakimiyyətində qara ləkə qoymuşdur. Moskvanın Xadınka meydanında kütləvi şənliklər təşkil olunmuşdur. İctimaiyyəti şənliklərə cəlb etmək üçün xatirə fincanları, şirniyyat, kalbasa və digər qidalardan ibarət 400 min müxtəlif hədiyyə hazırlanmışdır. Bundan əlavə 30 min vedrə pivə və 10 min vedrə bal paylanması nəzərdə tutulmuşdu. Artıq mayın 17-sində axşamdan insanlar tarlaya toplaşmağa və hədiyyələri birinci almağa çalışmağa başladılar. Mayın 18-i səhər saatlarında toplaşanların sayı təxminən 500 minə çatmışdır. Cəmaət arasında şayiə yayıldı ki, hədiyyələr hər kəsə çatmayacaq. Bu da kütlə içində çaxnaşmaya səbəb oldu. Təxminən 1800 nəfərdən ibarət polis qüvvələri kütlənin axınını cilovlaya bilmədi. Nəticədə Xadınka meydanında dəhşətli basabas baş verdi. İnsanlar sıxlıqda bir-birlərini tapdalamağa başladılar. Qarşısı alınmaz insan seli yıxılanların üzərindən basaraq hərəkət edildi. Rəsmi məlumatlara görə faciə nəticəsində 1379 nəfər həlak olub, 1300-ə yaxın insan isə yaralanıb. Bununla belə bəzi mənbələr itkilərin sayının xeyli çox ola biləcəyini bildirir. Baş verənlərə baxmayaraq axşam şənlikləri ləğv edilmədi. 2-ci Nikolay hadisədən xəbər tutsa da şənliklərin davamına göstəriş verdi. Daha sonra imperator ailəsi ilə birlikdə qurbanlara və ölənlərin ailələrinə kömək üçün pul bağışladı, həmçinin xəstəxanalarda yaralılara baş çəkdi. Xadınka faciəsi 2-ci Nikolay üçün ilk ciddi sınaqlardan biri oldu və güman edilir ki, xalqın hakim monarxiyaya münasibətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdir. Bəs 2-ci Nikolayın hakimiyyətinin necə bitdiyini bilirsinizmi?